İşğaldan azad edildikdən sonra Xocavənddə bərpa quruculuq işləri aparılır. Rayonun Xocavənd kəndindəki 278 evdən 128-i yararsız vəziyyətə düşsə də, qismən yararlı olan 150 evdən 20-si təmir olunub və artıq 20 ailənin qayıdışı təmin edilib. Bu il daha 130 evdə təmir aparılacaq. Xocavənd şəhərinə isə 50 ailə qayıdıb. Bu il şəhərdə daha 792 ev təmir ediləcək. Ötən ilin sentyabrından indiyə qədər isə Xocavəndin 5 yaşayış məntəqəsinə ümumilikdə 1485 nəfər, 355 ailə qayıdıb. Doğma yurda qayıdanlar üçün hər bir şərait qurulub. Xocavənddə ümumilikdə 980 ev var ki, bunlardan 133-ü yararsız, yerdə qalan 847-si isə yararlı evlərdir və bunlardan artıq 55-i istismara hazırdır. Qeyd edelim ki, əraziyə artıq köç də olub və eyni zamanda ilin sonuna qədər bu ərazilərdəki evlər istismara hazır olduqca həm şəhərdə, həm də digər kəndlərimizdə sakinlərin qayıdışı təmin olunacaq. Çox ağır vəziyyətdə, yataqxana vəziyyətində yaşamışıq. Şükür olsun ki, öz torpağımıza gəlmişik. Belə gözəl, geniş evlərdə yaşayırıq. Çox sevinirəm ki, indi öz vətənimə gəlmişəm, yaşayıram indi hal-hazırda. Bundan gözəl nə ola bilər? Neçə illərdir əziyyət çəkmişik. 3 evlad böyütmüşük orada. İndi hal-hazırda bu şəraitə baxıram, çox gözəl.